Amerikadan hər kəsə salam. Əgər siz də Amerikada təhsil almaq istəyirsinizsə, bu videoya diqqətlə baxın. Amerikada ali təhsil 2 semestrə bölünür. Bizdəki kimi biri fall semestridir. Fall semestri avqust və sentyabr ayında başlayır. Spring semestri isə yanvar ayında başlayan dərslərdir. Və əgər siz xarici tələbə olaraq Amerika universitetlərinə müraciət edirsinizsə, sizin üçün ən əlverişli semestr fall semestridir. Çünki fall semestrində scholarship və assistantshiplərin ən çox yer aldığı vaxtdır və sizin də scholarship alma şansınız fall semestrində 1-5 daha da çox artır. Və əgər siz fall semestrinə müraciət etmək istəyirsinizsə, artıq bunun tam zamanıdır. Çünki fall semestrinə müraciətlər dekabr ayının 15-dən başlayır və universitetlərdən asılı olaraq fevral, mart və yaxud da aprel ayının əvvəlinə qədər davam edə bilər. Deməli, Amerikada universitetə müraciət etmək üçün isə sizdən əsas 2 şey tələb olunur. Biri IELTS-dir, hansı ki ortalamamız 6.5 və yaxud da yuxarı olmalıdır. İkinci isə sizin universitet ortalamanızdır. Universitet ortalamamız da nə qədər yuxarı olsa o qədər yaxşıdır. Amma normalda 75 və yaxud da 80-dən yuxarı olsa kifayət eləyir. Universitetə müraciətlərin qiyməti 30-40 dollardan başlayır və bu qiymət 200-250 dollara qədər qalxa bilər. Mənim sizə məsləhətim olar ki, maksimum nə qədər çox universitetə müraciət edə bilirsinizsə, o qədər çox universitetə müraciət eləyin ki, həm universitetə daxil olma şansınız yuxarı olsun, həm də scholarship olma şansınız yuxarı olsun. Çalışın, vaxt itirməyin, vaxt itirmədən də universitetlərinizə müraciət eləyin və sizə Amerikaya müraciət yolunuzda uğurlar arzu edirəm. Sağ olun, növbəti videolarda görüşərik.